Buyurur ki Muhammed sallallahu aleyhi ve sellem kim dünyada bir müminin kurbe, kederini aradan kaldırarsa Allah Teala kıyamet günü onun kederini, yani kıyamet gününün kederlerinden bir kederini aradan kaldırar. Ve əzəmətli bir tövsiyəsidir Muhammed sallallahu aleyhi ve sellemin ümmetine olan bir təlimidir. Ve bu hədisin şərhində Şeyx Salih Fovzan buyurur ki, Hafizahullah, tənfisul kurbəti ən əxik, yəni sənin öz qardaşından sıxıntını, kədəri aradan kaldırmağın, İdə vaqa əxuke fi kurbətin min məlin əv qayrihi fə innəkə tunəffisu anhu və tənfis ət-təvsiyə. Deyir ki, sən görsən ki, bir qardaşın, bir müsəlman qardaşın, həmçinin bu qardaş deyəndə qardaşlar, qadınlara da aid. Yəni, qadınlar da bir-birlərini öz aralarında bu hədisi tətbiq eləsələr, onlar da bu hədisin altına düşürlər. Yəni, burada indi qardaş deyəndə, kişi deyəndə o demək deyil ki, qadınlara aid deyil, həmçinin qadınlara da aiddir. Allah Teala Quran-ı Kərimdə və Muhammed sallallahu aleyhi ve sellem sünnəsində bir çox yerdə kişilərlə qadınları eyni gətirib. Yəni, bir qardaşın deyir, sıxıntıya düşsə, kədərə düşsə, onu ondan qaldırmağın, kədər ola bilərdir malla olsun. İnsanın kədərlənməsi hansısa bir maddiyata görə ola bilər. Onu ondan xilas etməyin, buyurur ki, Şeyx Salih Fovzan xilas etmək deyəndə, yəni onun düşdüyü o mal sıxıntısını aradan kaldırırsan. Necə? Əgər imkanın varsa ona sədəqə verməklə və yaxud da ona borc verməklə aradan kaldırırsan o sıxıntını ondan. Sonra buyurur ki, kən yəkune fi həmmin və qammin fətusirriyə anhu və tufrihuhu və tudxilu surur aleyhi. Sonra buyurur ki, ola bilsin ki, o kədər ola bilər, malda olmasın, nəfsində bir sıxıntı olsun, düşdüyü bir günahda olan sıxıntı olsun, sənin ondan bunu kaldırmağın, ona tövsiyə eləməyin, nəsiyyət eləməyin, onu sevindirməyin, səmimi qardaş kimi özünü ona göstərməyin, ona rəhmət göstərməyin, onu sevindirər.